Salam hamza dostlar. Bu videoda Huawei Honor 400 Pro adlı telefonun videosunu çəkirik və həmən başlayaq. Dostlar, bu videoya like ataraq kanala abunə olmağı unutmayın və başlayırıq. Dostlar, sploshnoy plastik çərçivədir. Arxa tərəf çərçivədir. Ön tərəf biraz Corning Gorilla Glass-dırmı bilmirəm. Nəsə qeyd olunmayıb, amma dizaynından mən belə deyim ki, normal dizayna sahibdir. Ancaq dizaynında məsələn simetrikanı xoşlayanlar biraz fərqli düşünə bilərlər, amma ekran AMOLED-dir. İncə çərçivəli ekranı görmüş olduğunuz kimi mövcuddur. Ön kamerasının üst tərəfində də qəşəng məsələn əməli də boşluq yeri var. Bu da ekranı limitsiz olaraq göstərir. Görmüş olduğunuz kimi, yəni barmaq izi sensoru da ekranda yerləşdirilib. Başqa yerdə barmaq izi sensoru yoxdur. Dostlar, telefon 5G-ni dəstəkləyir və 2025-ci ilin mayında istehsal olunmuşdur. 205 qramdır və IP69 su sıçramalarına qarşı və həmçinin də suya qarşı dayanıqlılığı var. Sadəcə yarım saat. Dostlar, telefon necə deyək, AMOLED bir ekrana sahibdir. 120 Hz-dir və 5000 nit parlaqlığa çıxır. Full HD Plus bir ekrandır və 4-cü səviyyə güvənlik sertifikatı mövcuddur şüşəsinin. Ancaq hansı şüşədir bilinmir. Android 15-dən gəlir və Mi 109 arayüzündən istifadə olunur. Qualcomm Snapdragon 8 Gen 3 prosesorundan və Adreno 750 qrafik kartından istifadə olunur. Prosesor həqiqətən güclüdür, yeni nüvələrdən və yüksək saat sürətindən istifadə olunaraq istehsal olunmuşdur. Kameralar da pis deyil dostlar. Optik stabilizasiyanı dəstəkləyir 200 megapiksellik. Telefoto kamerası 50 megapikseldir. Bu da qaranlıqda yaxşı işləməyə bilər. Biraz diafraqma balacadır. Ultra geniş bucaqlı kamerası avtofokusu dəstəkləyir. 4K və 1080p, 4K 30 fps, 60 fps, 1080p 120, 90 fps-ə qədər video çəkir. 50 megapiksellik ön kamerası var. Bir də 2 megapiksellik də məsələn ön kamerada dərinlik sensorumuz var. Bu da 2 dənə kamera deməkdir. 4K 30 fps, 60 fps video çəkir və 1080p 120 fps, 60 fps. Cüt kolonkamız mövcuddur və bu telefon dostlar 5300 mAh bateriya ilə gəlir Avropa versiyası və 6000 mAh da ROV, yəni necə deyək, başqa versiyalarda deyək Asiya, Masiya ilə. Amma nətər deyim, 5300 mAh gələn 50 W'lıq zaryadka ilə, amma 6000 mAh gələndə 100 W'lıq zaryadka ilə istifadə olunaraq istehsal olunmuşdur və barmaq izi sensoru da ekranda yerləşdirilib. Antutu halımız budur, 2 milyona yaxındır, güclü bir performansı var. Boy oyunu da 90-120 fps saat oynadar. Throttlingi biraz çoxdur. Plastik olduğuna görə dostlar telefon isinir, biraz performansı düşür. Bu qədər. Dostlar, telefondan bu qədər. Bu videoya like ataraq kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Mən alardım mı, almazdım. Çünki başqa telefonda, məsələn X7 Pro gibi alardım. Bunu deyirəm ki. Oldu dostlar, sağ olun.